Fatmana, Haycan, mənə bir nağıl danış da. nə nağılı danışırsan? Mənə uçan xalça nağılı danış. Başda, mən sənə indi xalçalar haqda nağıl danışacağım. Bütün dünyada ən məşhur xalçalar Azərbaycanda olub. Və özü də çox qədim zamanlardan çox böyük şöhrət tapıb. Ay xalça toxuyan qız, nəğmələr oxuyan qız. Ay xalça toxuyan qız, nəğmələr oxuyan qız. Ağ gül çiçi şöhrətin, pirəbədim şanındır. Şeirə nəğməyə dönən, sənin adın sanındır. Şeirə nəğməyə dönən, sənin adın sanındır. Uşaqlıqdan ən sevdiyim bir şey də qış gecələri, payıza yaxın, payızdan sonra yaşlılar yığışırdılar, cavan gəlinlər, bir evdə məclis qurulurdu. Orada biri yun darıyırdı, biri yunu didirdi, biri çinləyirdi, o birisi cəhrədə ip əyirirdi, biri oturub nağıl danışırdı, biri mahnı oxuyurdu. Gəlinlər xörək pişirirdi, getirirdi, ortalığa çıxarırdı. Bu hətta davam edirdi ta səhərəcən. Əl xalçaları əsasən yun iplərdən toxunur. İpək iplər isə məişətdə az istifadə olunur. İplər üç yerə ayrılır, zərif, qaba zərif və qaba iplər. Yunu seçərkən qoyun qırxımı vaxtı onun əsasən bel piri dövrəsindəki yunları seçmək lazımdır. Bu, yəni yunun gündəyəni hesab olunur. Günəş şüalarını daha çox toplayır özündə və günəşin tərkibindəki o şüada sonradan müalicəvi, həmçinin də o iplərin, liflərinin uzunluğu və liflərin möhkəmliyi təmin olunur. Azərbaycan ta qədimdən öz təbii boyaq bitkiləri ilə məşğuldur. Boyaq bitkilərinin axtarışı, boyaqların özlərinin təzədən işlənməsi, beynəlxalq patentlərin alınması və digər hazırlıqlar gedir. Təbii boyaq bitkiləri o dərəcədə insanların sağlamlığında, xalçaların gözəlliyində rol oynayır ki, bunu heç vaxt unutmaq olmaz. Təbii boyaq bitkiləri tək bitkidən onu almaq yox, hətta onun tərkibində o təbii bulaqların suları, minerallarla zənginliyi, sonra onun qaynayan vaxtı tərkibinə qatılan başqa, misal üçün, elə bir elementlər var ki, o həmişə istiliyi özündə saxlayır, insanları yel xəstəliyindən, digər xəstəliklərdən qoruya bilir. Təbii boyaq bitkisi ilə boyanmış xalçanın əhəmiyyətini artıq insanlar daha yaxşı dərk edir. Xalçanın çox qəribə sirləri var. Xalça o qədər, demək olar ki, dəqiqliyi, o qədər onun mexanizmində düşünülmüş, təkmilləşmiş bir mexanik var ki, bunun əvəzi yoxdur. Onun yeri, olduğu yeri hamar olmalıdır. Onun, misal üçün, duruşu, paralelliyi düzgün olmalıdır. Ərişlərin düzgünlüyü hesablanmalıdır. Sən orada həm mühəndis olmalısan,
həm psixoloq olmalısan, həm dizayner olmalısan. Yəni, sən toxumamışdan əvvəl o xalçanı görməlisən. Onu başlayarkən, onun təməlini elə qoymalısan, bir binanın bünövrəsini ki, düzgün qoyursan, arı olur, ev tikəndə o elə bir məharətlə onu tikir. Sənətlərin arasında da ən mükəmməl düşünülmüşü mən deyərdim xalçaçılıqdır. Kim düşünüb, haçan düşünüb, o vaxtın dəzgah qurulması, o uzadılması, o arasına arğac keçirilməsi yenə də öz qüvvəsini itirmir. Zəhməti çoxdur, amma gözəlliyi əsrlərlədir. Ən ağızda birinci başlananda alınan ölçünlə vaxtaşırı yoxlamalısan. Hər 5 cərgədən sonra bir dəfə cəmi 2 dəqiqə vaxtı itirir. Götürürsən oradan ora, eyni yerdən, eyni formada götürürsən, ölçürsən. İkincisi də hər iki tərəfdə qıraq tutan da bu vacib şeydir. Qıraqla üzbəüz dur. Yəni ya içəri girmə, ya bayır tərəfə girmə. Sonra xalça yuxarıda toxunmaz. Yuxarıda toxunanda qol gücü dəyişir. Həvədən istifadə eləyəndə də misal ki, yuxarıda görürsən qol gücünün bir cür şey var, amma aşağıda bu qolun gücü bərabər çür. Yuxarıda ya zəifləyir, ya sürətlənir. Sonra həvəni tutanda bərk tutmur. Bax, ağız hissəsi başlananda 1.96-dır. İndi xalça bitmək üzrə, düzdürmü? İndi həddindən artıq ehtiyatlı olmalısan ki, ağız yığılmasın. Tut görüm oradan. Hələ o qabaq hissədə əvvəlcədən necə tutmuşsan, elə o dəqiqliklə də tutursan, halal olsun. Çox qəşəng alınıb. 1.96 heç yığılma yoxdur. Uzunluğunu ölçürsənmi? Yoxlayırsanmı? Mütləq yoxlamalısan. Sonra bunu salanda, bax, buradan boşaldıb, nisbətən açca boşluq vaxtı, o iki kənardan yox, ortadan boşluq ver ki, ağzın yığıb dartmasın. Yaxşıdır, Təranə. Bu xalçanı mən sənə etibar eləmişəm, sərgiyə gedəcək bu. Deməli, Quba qrupudur bu. Nəlbəki gül çiçi deyilir. Xalçalar həndəsi nəbati və həndəsi nəbati olur. Bu xalça həndəsi nəbati xalçaya aiddir. Yəni, həm nəbatisi var, həm həndəsəsi var. Həm çiçəklərin formasına görə nəbatidir, amma quruluş cəhətcə həddindən artıq, yəni biraz o nəbatilikdən kənar həndəsiliyi var. Həmçinin də burada çiçəklərdə rənglər, rəng vermə o qədər gözəl olmalıdır ki, təkrarı yox, rəngarəngliyin verə bilməliyik. Məsələn, bu çiçəkdəki rəng bu çiçəklə tən getirdinmi? Bu çiçək bununla bir olmalı deyil, sonra bu axmalıdır buraya, bu axmalıdır bu tərəfə. Və elə o formada da, elə bil ki, paralel rəngləri aparırsan, rənglər yormamalıdır. Yəni, insan çəmənliyə girəndə çəmən yormur ki, xalça da elə yormamalıdır. Çox gözəl adətlər var idi. Yadımdadır, anam həmişə toxutdururdu. Toxutduran vaxtı da ilkin başlayanda şirini aparırdı. Sonra xəbər gəlirdi ki, biz yarıya çatırıq. Həmin vaxtı anam çox sevinclə gözəl xonça hazırlayırdı. Bitəndə isə bu daha böyük sevinci idi. Anam deyirdi ki, evimə xeyir bərəkət gəldi.
xalça Qubanın xanlıq xalçasıdır ki, yəni bu uzun illər idi, biz axtarışındaydıq. Bax, beləcə kiçik elementlər şəklində çox çətinliklə bunu tapmışıq və bərpa eləmişik. Bunun əhəmiyyəti, yəni xalça aləmi üçün təzədən qayıtmasının çox böyükdür. Burada elementlər erkək-dişi külafi rənglərdir, su elementləridir və burada su zambağı, üzük, birlik, alpan kompozisiyasında toxunub və həndəsi nəbati xalça qrupuna məxsusdur bu. Bu xalça çox qədim bir canamazdır və bundakı elementlər çox qiymətli asimetrik həndəsi elementlərdir və bunun mənası isə gördüyünüz kimi canamazdır, minarətdir, ayaq qoyub, baş qoyan hissə, yəni namazda baş qoyan hissədir ki, işıq rəmzi mənada verilir və burada çox qəribə və çox da gözəl elementlər var ki, gördüyünüz kimi ağsaqqal nurani, əlləri göydə Allaha ibadət edir. Yəni, hər şey Allahın ibadətinə sarı gedib, bax, belə bir mənalı bu canamazdır. Bu xalçada məişət daha aydın göstərilib, daha oxunaqlı. Yəni, insanların məişəti, daş dövrü, sonra Azərbaycanın bir atəşpərəstlər yurdu kimi, od ətrafında fırlanmağı, yallısı, heyvanların, sonra insanların daş üzərində çalışmağı, insanların məişətdə çalışmağı, insanların hətta geyimini də təsvir eləyən, yəni Azərbaycanın elə bil ki, qədim tarixindən danışan bir xalçadır və gördüyünüz kimi elementlər daha çox özü danışır. Bu xalça balıq adlanır. Yəni, bundakı elementlər balıqdır, balıqlar və qalanı isə su zambaqları, su çiçəkləri, suda olan mamır şibyələr, yəni tam su elementlərini izah edir ki, bu Azərbaycan xalçasının ən gözəl xalçalarından sayılır. Bu xalça sırf çiçi xalçası qrupuna daxildir və bunun adı həm qollu çiçi adlanır, həm də xaşı adlanır. Yəni, bunun mənası qədim inanclara bağlıdır, qədim qəbilələrə bağlıdır. Gördüyünüz kimi burada böcəkdir. Hətta bu açıq şəkildə bu hissədə bığcıqları, başı, bu hissədə isə pencəyəsi və quyruğu, ayaq hissələri göstərir ki, bu inanc onunla bağlı olub ki, gənc qızlara cehiz verərdilər ki, bu böcək o evə xeyir-bərəkət aparacaq. Məlum olduğu kimi, xalçalar xovlu, xovsuz olur. Gördüyümüz məmulat isə palazdır, xovsuz xalçalara mənsubdur və bu məmulatın texnoloji cəhətdən asanlığı var. Xalçadan fərqlidir, burada ancaq saplar hörülür və hər dəfədə hörülmüş sapların arasına arğac keçirilərək bir də təzədən ikinci formada, yəni xalçadakı kimi bu, misal üçün, irəli gəlmə, ilmə vurma, bax, bu proseslərdən tam uzaqdır. Həmçinin də palazlarda uzatmanın sıxlığı xalçalara nisbətən seyrək olur. Bu, onu nəinki qüsurlu eləyir, əksinə daha maraqlı, daha işlək eləyir. Bu məmulat, deməli, xovsuz xalçaların sumaq adlanan növüdür və demək olar ki, bu sumaq növü, misal üçün, özünün texnologiyasına görə fərqlənir. Burada birinci sapların düzülüşündə fikir verirsiniz, hissə 60 sm uzunluqda kesilmiş rəng-bərəng saplardır ki, toxucu ondan istifadə edir. Həmçinin də ki, saplar toxunaraq içəri hissəsinə kesilir, vurulur və bu üstdəki tozu həmişə alta verir. Bu, bir növ xovsuz xalçaların mürəkkəb növüdür. Gəlsək ki, xalçanın özünün çalarlarına, rənglərinə, çox vaxt insanlar elə bil ki, arzuların deyimi, yaşayışların deyimi bunu veriblər. Amma rənglərin özündə
təbiəti tutublar. Məsələn, Qubanın bir kəndi var, Çiçi kəndi. Orada yuxarı Çiçi, orta Çiçi, aşağı Çiçi. Yuxarıdakılar Çiçinin yerliyini ağ sevərlər. Ortadakılar qırmızı sevərlər. Aşağı tərəfdəkilər göylə sevərlər. Yəni günəşin oraya düşmə, yuxarıda biraz da soyuq, qara yaxın, orta hissəsində günəşi, aşağıda isə sərinlik. Bu insanlara elə bil ki, o özünün o mühitdəki, təbiətdəki o iqlim də xalçaya təsir edir. Sonra onlar seçərkən, misal üçün, təbiətin çiçəkləri var. Mən bir toxucunu heç vaxt yaddan çıxartmıram, gözəl rəng verərdi, çox gözəl. Soruşardım, sən hardan rəngləri verirsən? Gözümü yumuram, gözümün qabağına çiçəyi getirirəm, ya quşu getirirəm. Bir gün mən hamısına sual verdim, şana pipiyi nə cür olur? Heç kim cavab verə bilmədi, amma o yumdu gözlərini, o qədər onu gözəl təsəvvür elədi ki, hətta onun darağının yanlarındakı rənglərinəcən, yəni o qədər xalça təbiətə yaxın, çalarları o qədər dəqiq götürülmüş, o qədər sevilə götürülmüş bir sənətdir ki, elə bil o təbiətlə bir axır. Elə bil ki, insanı əsəblərin sakitləşdirir. Muhammed konsertini elə qulaq asadı bu xalçanı toxuyuram, elə adama ləzzət verir ki, rahatlıq verirsən, heç bir vaxt bu xalçanı unutma. Bəzi yaşda qadınlar belə toxuyurdular, əllə götürürdülər. Hə, götür. Aysə, əli götürə bilərsən. Mən gözlədim. Mən neçə cür ilmə götürüb toxuya bilirəm. Bu bir bıçaqla. Bu Lətif müəllimin usuludur. Bu Lətif müəllim öyrədi bunu bıçaqla götürməyi. Ancaq qaldı ki, bu əllə, nənə babadan baba belən kimi əllə götürürdülər. Belə dırnağı atırdılar, belən kimi götürürdülər. Getir, getir, vur ilməni. Aysu, hələ bıçağını götür. Götür bıçağına. Afərin. Al, onu vurma, al, bu ipdir. İndi nə etməlisən, haranı vurmalısan? İndi buranı qırmızılayım. Ay, afərin. Bax, burada 2 dənə mıxrəyi qalıb. 2 dənə mıxrəyi qalıb. Bax, bu 2 mıxrəyini vur görün. İkisi də burada qalıb. Görsən yenə. Günün bugünkü tələblərindən biri də bu idi ki, gənclərə bu sənəti sevdirmək. Yəni, əgər bizim gənclərimiz bu sənəti sevməsələr, bunun davamı ola bilməzdi. O səbəbdən biz, deməli, gənclərə bu sənəti həm sevdirmək, həm qədim, misal üçün, onun sirlərini öyrənmək üçün, həm yaşlıların təcrübəsindən istifadə etdik. Həmçinin də bizim xalq sənətini yaşatmaq üçün çalışan Lətif Kərimov, Cəfər Mücüri, Kamil Əliyev kimi sənətkarların ədəbiyyatından, onun yaşatma incəliklərindən biz artıq gənclərə aşılamağa çalışırıq. Həmçində bununla kifayətlənmirik. Dünya bu saat müasir dünyadır, kompüter dövrüdür və biz kompüterdə şagirdlərin, xalçaçı qızlarımızın deməli, o çeşidlərin orada çıxarılması, rənglərin dəyişdirilməsi və yaxud bir şəklin təzədən kompüter vasitəsilə millimetrovkaya salınması, sonradan onun qabarıq şəkildə xalça halında necə görünüb çatdırılması üçün bunlardan istifadə edirik. Günün bugünündə çox sevindirici bir haldır ki, təzədən xalçaya qayıdılıb, el sənətinə xüsusi diqqət ayrılıb. Dövlət səviyyəsində artıq xüsusi proqramlar hazırlanır, institutlar işləyir, xalçaçı rəssamlar hazırlanır. Yəni, kütləvi bir şəkildə xalçaçılığa tam hazırlıq gedir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası təsis olunanda ən diqqət xalçaçı rəssam şöbəsinə ayrıldı. Bunun da səbəbi ən əsas
bu sənətin bizim milli köklərimizlə bağlı olduğu üçün, eyni zamanda bizim mədəni irsə və tariximizin, fəlsəfəmizin daşıyıcısı olduğu üçün bu şöbə yarandı. Tələbələrimiz bu sənəti sevərək bu şöbəyə qəbul olurlar və sevərək də bu sənəti öyrənirlər. Və onların əsas məqsədləri sənəti öyrənməklə bərabər onun fəlsəfi köklərini də öyrənmək məsələsi durur. Çünki bizim xalçalarımız çox böyük simvolik, yəni rəmzi mahiyyət daşıyan elementlərlə çox zəngindir. Bu rəmzi mahiyyətlər hətta qayaüstü rəsmlərdən başlayaraq bugünkü günə qədər formalaşıb inkişaf etmişdir. Və arxaik dövrün elementləri böyük bir rəmz daşıyaraq orta əsrlər artıq bu böyük bir fəlsəfi mahiyyət daşıdır. Müasir dövrdə düzdür, bu bir bəzək elementi kimi insanlar tərəfindən qəbul edilir. Amma xalçaçı rəssam sadəcə olaraq o bəzək elementlərinin tarixini bildiyi üçün onların haradan gəlib hara getdiyini və harada necə istifadə edildiyini öyrənərək öz sənətlərini inkişaf elətdirirlər. Xalçaçı rəssamın əsas məqsədi bu sənətin təhsilini bitirdikdən sonra onu yaradıcılıq istiqamətində inkişaf etdirməkdir. Yəni, bu sənətin istehsalatdan bir balaca fərqi ondadır ki, burada sırf yaradıcılıq nöqteyi nəzərdən yanaşılır. Çünki bizim xalçalarımızın da yaranmasında onların ilk yaradıcıları böyük xalçaçı rəssamlar olublar. Biz bunu orta əsrlərdə və yaxud da intibah dövrü Azərbaycanın 15-16-cı əsrində böyük miniatür rəssamların yaratdığı xalça çeşinələrində görə bilərik. Azərbaycan xalçası öz varlığına görə tarixin və fəlsəfələrin çıxartında formalaşan bir sənət növüdür. Və bu zənginliklərlə yanaşı xalçalarımız texniki və bədii xüsusiyyətlərinə görə müxtəlif məktəblərin yaranması ilə şaxələnib 4 böyük növə ayrılmışdır. Bunlar Quba Şirvan, Gəncə Qazax, Qarabağ və Təbriz xalçalarıdır. Quba Şirvan növünə daxil olan xalçalarımız elə adı çəkilən əraziyə məxsus məktəblərə aiddir. Burada yaranan çeşnilər və toxunan xalçalar mürəkkəb, həndəsləşmiş, eyni zamanda rəng ahəngdarlığı ilə əhsun edicidir. Quba Şirvan xalçaları kiçik, orta ölçülü, sıx və texniki cəhətdən dolama və qullabı ilmələrlə toxunur. Ümumilikdə isə semantik və estetik naxışları ilə məşhurdur. Gəncə Qazax növü isə daha qədim, erkən dövrlərin sakral elementləri ilə həndəsləşmiş şəkildə düşündürücü xalçaları ilə məşhurdur. Bu ərazidə toxunan xalçaların sıxlığı seyrək, bədii xüsusiyyətlərinə və ölçüsünə görə müəyyən dərəcədə bir-birindən fərqlidir. Qarabağ xalçaları nəbatət aləminin həndəsləşmiş, mürəkkəb elementləri və valihedici əsrarəngliyi ilə seçilən böyük ölçülü xalların məkanıdır. Möhkəm, xeyli davamlı, qullabı ilmələrlə toxunan Qarabağ xallarının Təbriz toxuma üsulu ilə müəyyən uyğunluqları da vardır. Dünyanın ən qədim və mühüm sənət mərkəzlərindən sayılan Təbriz xalçaları həm kompozisiya baxımından, həm texniki cəhətdən yüksək inkişaf səviyyəsinə çatmışdır və bütün xalça məktəblərinə müəyyən mənada təsir edən Təbriz xalçaları eyni zamanda böyük ustadların püxtələşdirdiyi sahələrdəndir. Bu növə aid edilən yüksək sıxlıq, qızıl və gümüş tellərlə toxunan və hətta texniki cəhətdən çox mürəkkəb olan ikizli xalçaları ilə dünyada məşhurdur. İstər zaman, istər məkan dərinliyindən nəzər etirsək, görərik ki, çox qədimlərdən bəri Azərbaycanda xalça sənəti simvolik əlamətlərlə bağlı şəkildə dövlət və imperiya əhəmiyyətli bir sənət kimi inkişaf etmişdir. Bizim xalça dünyanın aşkar, zahiri mənzərəsindən fərqli olaraq onun batini mahiyyətini ürfani təsəvvürlə nəql edən bir sənət kimi gizli aşkar görüntüləri ilə möhtəşəm bir kitabədir. Və bu sənətin qorunaraq öyrənilib növbəti nəsillərə ötürülməsi indiki nəslin mənəvi haqqı və borcudur.